2024-2030-cu illəri əhatə edən dövlət proqramına uyğun olaraq qeyd edilən müddətdə 10 yeni stansiyanın insası planlaşdırılır. Sfera.az məlumat verir ki, bu barədə BAQWS-in sorğusuna cavab olaraq Bakı metropoliteni QSC-dən bildirilib. Qeyd olunub ki, 5 stansiyalardan 6-sı Bənövşəyi, 4-ü isə yaşıl xətt üzərində yerləşəcək. 5 stansiyalardan birinin insası 2026-cı ildə tamamlanacaq. Cəlil Məmmədquluzadə küçəsində yerləşən layihə adı 104 olan stansiyanın insasının son mərhələsi davam etdirilir. Tikintinin norma və qaydalarına uyğun olaraq hazırda son keçidlər və stansiya daxili xidməti zonalar inşa edilir və tamamlama işlərinə hazırlıq görülür. Eyni vaxtda infrastrukturun qurulması işləri də aparılır. Bexüsusda B stansiyanı 8 noyabr stansiya ilə birləşdirən tunellərdə yol infrastrukturu qurulub, stansiya daxili eskalatorlar quraşdırılıb, havalandırma, yanğın söndürmə, video müşahidə sistemlərinin, elektrik yarımstansiyasının quraşdırılması işləri aparılır. Digər 9 stansiyanın layihələndirmə işləri də yekunlaşmaq üzrədir. İl ərzində hər iki xətt üzrə stansiyaların insasına qanunvericiliyin tələbinə uyğun prosedurlar yekunlaşdırılmaqla başlanması nəzərdə tutulub. Stansiyalara adların verilməsi Bakı metropoliteni QSC-nin səlahiyyətində deyil. Bənövşəyi xətt üzrə Nizami, Sahil və Xətai stansiyalarına keçid funksiyası daşıyan stansiyalar adları çəkilən stansiyaların yaxınlığında yerləşəcək. B stansiyalar üzrə daha bir stansiya Mərkəzi Neftçilər Xəstəxanasının, digəri isə Babək prospektində Ağ Səhər layihəsi ərazisində olacaq.